Ölkəmizin strateji valyuta ehtiyatları ildən ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə 12,5 milyard dollar artaraq 83,5 milyard dollar təşkil edir. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilin gözlənilən ümumi daxili məhsulun həcmini üstələyir. Hazırda valyuta ehtiyatlarımızın xarici borcumuzu 17 dəfə çoxdur. Bugün dünyanın iki aparıcı reyting şirkətləri Fitch və Moody's ölkəmizin kredit reytingini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Əlbəttə ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və islahatların təzahürüdür.